Salam değerli izləyicilər, 1 yanvar 2026-cı il Azərbaycan Çindən 8000 tabut alıb. Düz eşitdiniz, tabutdan gedir söhbət və bu alış-veriş ötən ilin yanvar-oktyabr ayları ərzində baş tutub. 2024-cü ilin gömrük statistikasında isə ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat verilmir. Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri əsasən İslam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut əsasən cənazəni məsciddən qəbristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut adətən geri qaytarılır və ya məscidə təhvil verilir. Azərbaycanda yaşayan xristiyan, pravoslavlar, katoliklər tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə eləyirlər. Yeri gəlmişkən xeyirli olsun 8000 tabutumuz.